Şeydə onu tam düzəltmək mümkün deyil. İndi onu demək olar ki, nəfəs alması bir 60% yaxşılaşacaq. 60%. Nə lazımdır o artıq şeyləri götürmüşəm, deməli düzəltmişəm. Bunun bir tənəffüsünü görəcəksiniz. İndikindən bir hardasa 70% yaxşı nəfəs alacaq. 70% yaxşı nəfəs alacaq. Hər şey qaydasında olacaq. İnşallah biraz böyüsün. Görsək ki, nəfəs alması sorun yaradırsa, hardasa 16-17 yaşında onu eləyər. Onlar hamısı düzələcək. Boğaz əsas burun. Qulağa narahatçılıq verən burun. Burun tutulur, nəfəs ala bilmir. Hər hansı bir respirator infeksiya keçirəndə orada eşitmə borusu var. Oradan infeksiya keçir gedir qulağa, qulaqda yaradır kəskin orta otit. O da uşaqda problemlər yaradır. O hiss eləməz, onu sizin yaştasında eşitmə zəifliyi hiss edir. Çok düşdünüz. İşitmək də zəifləmişdir. Çox zəifləmişdir. İşitməyi məsələn çağırdım, şəhər kəndimi yaşayır. Gelib baxın. Anasına deyirəm, bu nədir? Bir eşitmir, bir qınama. İstəmirdim, uşağımda da canına şey. O müalicədən sonra düzəlməli. Müalicə qutarsın, düzəlsin, əməliyyatdan sonra yaxşılaşsın, tam yaxşı olsa bir dənə audiometriya test eləyərik. Görərik, eşitməsi sinirsəldir, ya qarışıq tip eşitmə zəiflidir. Ona uyğundan nəsə bir şeylər eləyərik. Sizdə yaxşı ilə eşitmək. Son zamanlar, son zamanlarda bu əsas problem. Qulağın eşitməyi gücü zəifləmişdir. Dayı necəsiz? Araya Çox gir. sağ olun. Oğlunuz əməliyyatdan çıxdı. Necədir vəziyyəti? Şükür Allah, yaxşı. İqra oynayır telefonlarında. Əməliyyatdan çıxıb artıq iqra oynayır, düzdür? Gözəl. Bir də ki, gördüyün kimi idimi səhifədə Ramil doktor görmüşdün? Elə eynən də gəldin, elə qarşılaşdın. Çox gözəl. Xəstədə var, səhifədə də deyildi. 3 ildir var, imişdə də söhbət eləmişdim. Aha, bir də ki, əməliyyata gəldi qardaş. Əməliyyatdan çıxandan sonra siz qarşıladınız, düzdürmü otaqda? Hər hansı bir balaca az yaşlı uşaqlara doktor, valideynlər yanında qala bilir də, düzdürmü? Eynən də dayıdır. Uşaq az yaşlı. Biz haqqında qabağanları çox idi. İndi şükür yaxşıdır. İqra oynayır. Gedək baxaq. Gedək. Gəl. Hazırdır. Necəsən? Ağrın var? Ata deyir iqra oynayırsan, əməliyyatdan çıxandan sonra iqra oynayamısan, düzdür? Yaxşıdır vəziyyət. Düzələrsən də bilsən də, boğaz ağrın olmayacaq, nəfəs alma problemin olmayacaq. Plusdakı 5 yaşdan aşağı xəstələrə valideyn yanlarında qala bilir. Klinikam şərait yaradır. Başqa buradan izləyicilər nə demək istəyirsən? Şükür, salamatçılıq, hamısına gözəl təşəkkürlər. Bəli. Əməliyyat çox gözəl keçdi, ağrısız, acısız, bir rahatçılıq. Çox gözəl, təşəkkür edirəm. Qaqası ola sənəs, yeri rahatdır. Nə qədər rahatdır? Gözəl. Çox sağ ol. Hələlik.